Azərbaycan futbolu yox, Kurasao futbolu. Düzcüsü bu aradır. Bu Şimali Amerikada yerləşən çox balaca bir ölkədir və dünya çempionatı tarixində ən az əhalisi olan ölkə kimi çıxış edəcək. Dünənləri dünya çempionatına lisenziya qazanıblar. Təsəvvür edirsiniz? Əhalisi Gəncənin yarısı boydadır. Və belə bir komanda bilinmir. Futbol Federasiyasının böyüyü kimdir? Klublar hansılardır? Futbolçuları harda oynayırlar? İdman naziri kimdir? Ancaq bu komandanın xarakteri var. Texnikadan başları çıxır, taktikadan başları çıxır və baş məşqçiləri də Holland məşqçisi Dick Advokatdır. Onu ki tanıyırsınız. Və gələn il dünya çempionatında Azərbaycan azarkeşləri necə deyirlər, pultu əlinə alacaqlar və Kurasao'nun oyunlarına baxacaqlar. Əlbəttə başqa komandalarla bir yerdə. Sadəcə olaraq bizə hələ ömrümüzü belə deyəsən keçirəcəyik. Biz hələ pultla xarici ölkələrin, balaca cırtdan ölkələrin dünya və Avropa çempionatlarında oynamaqlarına baxmaqla biraz təsəlli tapacağıq və fikirləşəcəyik ki, görəsən biz nə vaxtsa ora düşəcəyik, yoxsa yox. Çətin.